Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli həmkarlar, ilk öncə mən Sahibə xanım siz başda olmaqla bütün deputatlara öz minnətdarlığımı bildirmək istəyirəm. Qanun layihəsinin həm birinci oxunuşu, həm ikinci oxunuşu, eyni zamanda komitə iclasları zamanı çox məhsuldar müzakirələri keçirildi. Bir çox istiqamətlərdə bizim qarşılıqlı fikir mübadiləmiz oldu və əlbəttə ki, bir sıra suallara biz komitələr çərçivəsində cavab verməyə çalışdıq. Plenar iclaslarda qaldırılan həm birinci, həm ikinci oxunuşda sualları qruplaşdırılmış şəkildə mən qısa şəkildə, icmal şəkildə məlumat vermək istərdim, cavablandırmaq istərdim və əlbəttə ki, növbəti oxunuşda da bu layihələrin dəstəklənməsini sizdən xahiş edirəm. Bildiyiniz kimi, ölkə başçımızın qarşımızda büdcə siyasəti olaraq qoyduğu əsas hədəflər bir neçə ana prinsipə əsaslanırdı. 26-cı il və növbəti 3 il üzrə dövlət büdcəsi, icmal büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanan zaman ana prinsiplərimiz ilk növbədə ölkəmizin müdafiə və təhlükəsizliyinin tam şəkildə təmin olunması, işğaldan azad olunmuş ərazilərimizin sürətli şəkildə bərpa olunması və vətəndaşlarımızın ora layiqli şəkildə geri dönüşün təmin edilməsi, əhalimizin rifahının daha da yaxşılaşdırılması, əlbəttə ki, iqtisadi artımımızın davamlı olaraq inkişaf etdirilməsi və makroiqtisadi və fiskal dayanıqlığımızın daha da gücləndirilməsi idi. Və bu prinsiplərdən irəli gələrək 26-cı il büdcəsi və növbəti 3 il üçün bizim çərçivəmiz, xərclər çərçivəmiz hazırlanmışdır. Hörmətli deputatlar tərəfindən bir sıra istiqamətlərdə qaldırılan sualları qruplaşdırdıqda ən çox önümüzə çıxan ana sual və rəylərdə, fikirlərdə ona rast gəlirik ki, biz Azərbaycan iqtisadiyyatını, eyni zamanda Azərbaycan büdcəsinin neftdən asıllığını minimum endirməliyik və qeyri-neft sektorunun inkişafına xüsusi dəstək verməliyik. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu bizim 26-cı il və növbəti 3 il üzrə hazırladığımız xərclər çərçivəsinin və büdcə zərfinin ana parametrlərindən biridir. Və əgər rəqəmlərə nəzər salsaq, görəcəyik ki, 26-cı il icmal büdcəsində Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bəndə artaraq 63%-ə çatacaqdır. Və demək olar ki, biz növbəti il artıq icmal büdcəmizin 3/2-sini qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Və bu tendensiya davam edəcəkdir. 29-cu ilə bizim proqnozumuz, xərclər çərçivəmiz daxilində artıq bu rəqəmin 69-70%-ə çatdırılmasıdır. Və bu istiqamətdə atılacaq silsilə addımlar əlbəttə ki, ölkəmizin neftdən asıllığının daha da aşağı çəkilməsinin imkan verəcəkdir və qeyri-neft sektorunun inkişafının daha da vüsət almasına bir şərait yaradacaqdır. Eyni zamanda dövlət büdcəsinin qeyri-neft gəlirlərdə payı 57%-dir. Yəni, icmal büdcəmizdə bu rəqəm artıq 63%-ə çatacaqdır. Dövlət büdcəsində isə bu rəqəm 57,4%-ə çatacaqdır. Və ümumi vergi gəlirlərimizin daxilində qeyri-neft vergilərin payı isə 79%-ə çatacaqdır. Bu iki göstəricinin ikisi də son 20 ildə ən yüksək göstəricimizdir. Yəni, bu da məhz bizim həmin hədəfə doğru irəlilədiyimizin bariz bir göstəricisidir. Eyni zamanda növbəti il Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği təqribən 1 milyard dollar azaldılacaqdır. 29-cu il planı isə əlavə olaraq da 1,5 milyard dollar azaldılması və yekunda 29-cu ildə transferin məbləğinin 6 milyard dollara qədər azaldılmasıdır. Bu da 26-cı il büdcəsində və 29-a qədər müəyyən etdiyimiz çərçivədə göstərilən rəqəmlərdir. Yenə də həmin hədəfin istiqamətində atılan addımların bir göstəricisidir. Eyni zamanda çox önəmli bir göstərici hesab etdiyimiz dövlət büdcəsinin əksər müdafiə olunan xərclərinin cəmləndiyi cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə səviyyəsidir. Bu rəqəmi də növbəti il biz 88%-ə çatdıra biləcəyik. Yəni, cari ilin proqnozu ilə müqayisədə burada bir 7%lik bizim bir faiz bəndi bizim artımımız olacaqdır. Və 29-cu il proqnozu orta müddətli dövrün sonuna isə bu 100%-ə çatacaqdır. Bu da Azərbaycanın dövlət büdcəsinin müdafiə olunan xərclərinin məhz qeyri-neft gəlirləri hesabına tam şəkildə bağlanacağının bir göstəricisidir. Və əlbəttə ki, fiskal dayanıqlığın, makroiqtisadi dayanıqlığın növbəti bir göstəricisi olan
icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-indəki payı məsələsidir. Bilirsiniz ki, bu hədəf hər zaman büdcə paketi ilə çərçivəsində sizlərlə birlikdə təsdiq olunur və onun icrası üzərində iş aparılır. Növbəti il bu kəsirin nisbəti cəmi 19% olacaqdır. Bu ilki rəqəmlə müqayisədə bu 3,4% bəndə azalma deməkdir. Və 29-cu ilin sonuna biz ardıcı olaraq bu siyasəti tətbiq edərək bu rəqəmi 13%-ə qədər azaltmağı planlaşdırırıq. Bunun özü də növbəti bir göstəricidir ki, biz qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinin gəlirlərinin təmin olunmasına, onun kəsirinin azaldılmasına və beləliklə neftdən asılılığın daha da aşağı salınmasına istiqamətlənən bir siyasət həyata keçirdirik və büdcə də 26-cı il büdcəsi də bu baxımdan bütün parametrlərə uyğun gəlir. Digər sıx qaldırılan suallardan və ya rəylərdən biri də neftin və qazın qiyməti ilə bağlı idi. Neftin qiyməti bilirsiniz, cari il üçün $70 olaraq müəyyən edilmişdi. 10 ayın göstəricisine uyğun olaraq deyə bilərəm ki, bu təqribən orta rəqəmimiz $72 üzərində idi. Növbəti il üçün isə orta göstəricimiz $65 olaraq müəyyən olunubdur. Və bu rəqəm əlbəttə ki, müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən rəqəmlərin, proqnozların əsasında formalaşmışdır. Ümumilikdə Nazirlik tərəfindən 30 beynəlxalq qiymətləndirici təşkilatın proqnozları nəzərə alınır və onların 26-cı il üçün orta müəyyən etdiyi rəqəmin əsasında formalaşan bir proqnozdur. Və xüsusi olaraq vurğulamaq lazımdır ki, bu rəqəm Azərilaytın ixrac qiymətidir. Və normalda Azərilaytın ixrac qiyməti Brentlə müqayisədə təqribən $2,5-3 arasında bir premiumla satılır. Ona görə də biz $65 rəqəmini büdcəyə Azərilayt üçün müəyyən edəndə bu təqribən $62-62,5 Brent qiyməti üçün müəyyən edilmiş bir proqnozdur. Və xüsusi olaraq vurğulayım ki, bu proqnozda ən nüfuzlu 30 bugün proqnoz verən qiymətləndirici şirkətin müəyyən etdiyi proqnozlar əsasında müəyyən edilmiş bir rəqəmdir. Eyni ilə təbii qazın qiymətləri ilə də bağlı analoji metodologiyamız var. Birisi bizim təbii qaz ixrac coğrafiyamız çox fərqlidir və bir çox müqavillərdə fiks olunmuş qiymətlərlə yanaşı müxtəlif hub qiymətləri də bizim qiymətlərimizə təsir edir. Ona görə də burada biz 17 beynəlxalq transmilli şirkət tərəfindən verilmiş çəkili orta proqnozu rəhbər tutaraq rəqəmlərimizi müəyyən etmişik və düşünürük ki, bu proqnoz kifayət qədər əsaslıdır. Eyni zamanda hörmətli deputatlarımız tərəfindən qaldırılan məsələlərdən biri də ondan ibarət idi ki, iqtisadiyyatımızın, xüsusilə qeyri-neft sektorumuzun inkişafı üçün vergi yükünün optimallaşdırılması məsələsi. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanda xüsusilə qeyri-neft sektoru üçün çox güzəştli və çox optimallaşdırılmış bir vergi rejimi tətbiq olunur. Təkcə biz son 5 ilə nəzər salsaq, 5 il ərzində görəcəyik ki, bizim qeyri-neft sektorumuz nominal ifadədə 63%, real ifadədə 34% artmışdır. Bu ən bariz göstəricidir ki, qeyri-neft sektorunun inkişafı artımı üçün kifayət qədər münbit bir şərait mövcuddur. Rəqəmlərin dili ilə desək, bu rəqəm Azərbaycanda qeyri-neft gəlirlərinin, yəni vergi orqanları tərəfindən toplanan büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM nisbəti cari ilin sonuna gözlənilən proqnoz 12,9%-dir. Növbəti il üçün bu rəqəmin biz təqribən 13,1% olmasını proqnozlaşdırırıq. Yəni beləliklə bu illə gələn il arasında qeyri-neft sektoru üçün hər hansı bir ciddi vergi artımı yoxdur. Bunu birinci olaraq qeyd etmək istəyirəm. İkinci, ümumi iqtisadiyyatımıza baxdıqda vergi yükünə qədərdir. Ümumi iqtisadiyyatımızda vergi gəlirlərinin ÜDM-də payı 15,9%-dir. Yəni 16%-in altındadır. Bu o deməkdir ki, neft sektorunda daha yüksək vergi rejimi var, qeyri-neft sektorunda isə daha aşağı var. Ona görə də ümumi rəqəmimiz də cəmi 15,9%-ə bərabərdir. Biz digər ölkələrə, region ölkələrinə, postsovet ölkələrinə, inkişaf etməkdə olan ölkələrə, inkişaf etmiş ölkələri kənara qoyuram, onlara daha yüksək rəqəmdir. Amma digər bu dediyim kateqoriyadan ölkələrdə baxdıqda görürük ki, əsasən vergi yükünün ÜDM nisbəti 19-23% arasındadır. Yəni, bugün Azərbaycanın təqdim etdiyi, xüsusilə qeyri-neft sektoru üçün təqdim etdiyi vergi yükü kifayət qədər optimallaşdırılmış, balanslaşdırılmış və qeyri-neft sektorunun inkişafını dəstəkləyən bir rejimdir.
Xüsusi olaraq müzakirə edilən məsələlərdən biri də gələn ildən muzlu əməyə, qeyri-neft sektorunda muzlu əməyə gəlir vergisinin tətbiqi ilə bağlıdır. Burada xüsusi olaraq vurğulayım ki, bilirsiniz, bu güzəşt 2019-cu ildə qüvvəyə minmişdi və 1 yanvar 2026-cı ildə bu güzəşt bitirdi. Yəni 0 dərəcə hər halda bununla məşğul olan, araşdıran, öyrənən hər kəs üçün bəllidir ki, dünyada demək olar ki, analogu olmayan bir rejimdir və ona görə də bu müddətli bir güzəştli rejim olaraq müəyyən etmişdi. Güzəşt 1 yanvarda bitirdi. 1 yanvarda bitdiyi halda nə baş verəcəkdi? 2500 manata qədər gəlir 14% gəlir vergisi ilə, 2500 manatdan yuxarı gəlir isə 25% gəlir vergisi ilə cəlb ediləcəkdir. Lakin Azərbaycan hökuməti yenə də özəl sektorun inkişafı, qeyri-neft sektorunun inkişafı, özəl sektorun ehtiyaclarını nəzərə alaraq növbəti böyük bir güzəştli rejim tətbiq edir. İlk öncə biz artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri demək olar ki, 50% aşağı salırıq. 14%lik rejimi 7%-a salırıq. Və burada qalmırıq, əlavə olaraq bu 7%-a keçidi də biz tədrici keçid olaraq müəyyən edirik. Yəni 26-cı ildə əhalinin, muzla işləyənlərin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3%-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə də çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə dənə ölkə tapa bilirlər, gəlir vergisi cəmi 3% olan qeyd etsinlər. Bunun özü də çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin növbəti bu istiqamətdə özəl sektorun inkişafı üçün yaratdığı növbəti bir imtiyazdır. Eyni zamanda qeyd olunmuşdu ki, deməli güzəştlərin və azad olmaların qiymətləndirilməsi, onların səmərəliliyin nəzərə alınması və digər bu kimi tədbirlərin həyata keçirilməsi bu istiqamətdə də tərəfimizdən silsilə addımlar atılır və artıq Nazirlik tərəfindən yaradılmış elektron azad olma sistemi vasitəsilə güzəştlərin nəticələri mütəmadi olaraq qiymətləndirilir və burada səmərəlilik parametrləri əsasında o güzəştlərin müddətinin uzadılması və ya uzadılmamasına dair qərarlar qəbul edilir. Vergi segmentində təklif etdiyimiz digər güzəştlər də müzakirə olundu. Bu büdcə zərfi tək belə deyək, gəlir vergisi ilə məhdudlaşmır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası üçün işğaldan azad olmuş ərazilərimizdə müəyyən edilən ən güzəştli rejimi tətbiq edir. İctimai iaşədə ƏDV və sadələşdirilmiş vergi üzrə əlavə güzəştlər təqdim edir. Aqrar güzəştləri genişləndirir, media güzəştlərini genişləndirir. Sadələşmiş vergi limitini 200 mindən 400 min manata nağdsız ödənişlərdə qaldırır. Turizmə müxtəlif güzəşt mexanizmlərini tətbiq edir. Yəni, iqtisadiyyatın əksər sektorları üçün əlavə güzəştlər, xüsusilə iqtisadi aktivliyi stimullaşdırmaq üçün tədbirləri nəzərdə tutur. Qaldırılan digər bir məsələ, iqtisadi artıma müsbət təsirlər baxımından büdcənin tərtib olunması, investisiya yönümlü tərtib olunması məsələsi idi. Bununla bağlı qeyd edeyim ki, ümumilikdə bizim iqtisadi siyasətimizin 3 strateji hədəfi var. Bu hədəfləri biz uzlaşdırmağa çalışırıq. Biz həm sabit makroiqtisadi mühiti təmin etməyə çalışırıq, həm sürətli iqtisadi artımı təmin etməyə çalışırıq, həm də dayanıqlı strateji ehtiyatlarımızı təmin etməyə çalışırıq. Əlbəttə ki, bu 3 hədəfin bəziləri bir-birinə ziddir və bunların üçünü də eyni şəkildə maksimum dərəcədə əldə edə bilmərik. Ona görə də biz burada balansın düzgün tapılması üzərində hər zaman öz siyasətimizi qururuq. Və mən rəqəm olaraq vurğulayım ki, növbəti ilin büdcəsində biz kifayət qədər böyük investisiya yönümlü bir portfel nəzərdə tutmuşuq. Bizim investisiya yönümlü xərclərimizin dövlət büdcəsində xüsusi çəkisi 34%-dir. Bu həm dünya ortalamasından yüksəkdir, həm postsovet ölkələrinin ortalamasından yüksəkdir. Və bu bizə bir daha o imkanı, o əminliyi verir ki, Azərbaycanın dövlət büdcəsi investisiya yönümlü büdcədir. Digər bir tərəfdən biz rəqəm olaraq baxdıqda görürük ki, 26-cı ildə bizim icmal büdcə xərclərimiz 2.6% artımla proqnozlaşdırılıb. Bunun özü də iqtisadiyyata töhfə verir. İnvestisiyalarla yanaşı istehlaka yönəlmiş deməli əhalinin gəlirlərini də artırmağı hədəfləyir. Dövlət investisiya proqramı ilə yanaşı əlbəttə ki, biz investisiya yönümlü
büdcə dedikdə həm də böyük qayıdış proqramını nəzərdə tuturuq. Biz əgər gələn il 26-cı il büdcəsində investisiya proqramı ilə yanaşı, investisiya proqramı üzrə 2.7 milyard manat vəsait nəzərdə tutmuşuqsa, eyni zamanda biz böyük qayıdış proqramı üzrə 3.5 milyard manat vəsait nəzərdə tutmuşuq. Eyni zamanda digər dövlət maliyyəsi üzrə investisiyalar nəzərdə tutmuşuq. Yəni bu kifayət qədər investisiya yönümlü və iqtisadi artımı dəstəkləyən büdcədir. Belə bir rəy bildirilmişdi ki, borca xidmət xərclərimiz çoxdur. Bununla bağlı qeyd edeyim ki, 26-cı ildə bizim borca xidmət xərclərimiz cəmi 2.5 milyard manat olacaqdır. Bu da dövlət büdcəsi xərclərinin 5.9% deməkdir. Nisbi ifadədə borca xidmət xərclərimiz region ölkələrindən, postsovet ölkələrindən, Şərqi Avropa ölkələrindən və əksər digər ölkələrdən faizlə yox, dəfələrlə azdır. Bizim borca xidmət xərclərimiz cəmi dövlət büdcəsinin 5%-dir. Mən sadəcə ölkə adlarını bir-bir qeyd eləmək istəmirəm. İstənilən həmkarımız bunu asanlıqla baxa bilər. Bizim bugün borca xidmət xərclərimiz azdır, çünki bizim bugün dövlət borcumuz azdır. Bizim həm daxili borcumuz azdır, həm xarici borcumuz azdır, həm dövlət zəmanətli borcumuz azdır. Azərbaycan həm makroiqtisadi, həm fiskal baxımından bu cəhətdən ən sabit dünyada ölkələrdən biridir. Və bu da bütün beynəlxalq təşkilatlar tərəfindən, beynəlxalq qiymətləndiricilər tərəfindən dəfələrlə qeyd olunubdur. Sosial xarakterli məsələlər qeyd olundu. Artıq bir sıra hörmətli həmkarım da bu rəqəmləri bildirdi. Mən bir daha qeyd edeyim ki, növbəti ilin büdcəsində 17,1 milyard və ya 41,1% büdcənin məhz sosial yönümlü xərclərə yönəldilir. 24-cü ilin icrası ilə müqayisədə bu 17% çoxdur. 2,5 milyard manat çoxdur. Yəni, bu da bir daha Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin sosial yönümlü siyasətinin bariz bir göstəricisidir. Cəmi 2 illik bir dönəmdə 17% artımla, 2,5 milyard artımla sosial sektora dəstək verilir. Son 5 ilə baxdıqda isə, yəni 26-cı ili, öncəki 5 il öncəsi ilə müqayisə etdikdə isə 4,4 milyard manat və ya 40%li bir artım var. Yəni bu hansı ciddi şəkildə Azərbaycan dövlətinin bu sektora verdiyi əhəmiyyətin göstəricisidir. Təhsil elm xərclərimiz qeyd olundu bir sıra həmkarlarımız tərəfindən. Qeyd edeyim ki, təhsil və elm xərclərimiz növbəti ildə 5,2 milyard manat olacaqdır. Büdcənin 12,5%. Son 24-cü ilin faktı ilə müqayisədə, icrası ilə müqayisədə bu 657 milyon və ya 14% çoxdur. Son 5 ildən müqayisədə 1,4 milyard manat və ya 35% çoxdur. Bugün biz təhsil xərclərimizi qiymətləndirsək, bunun payı ÜDM-də 3,7%-dir. Dünya ortalaması bunun 3,5%-dir. Yəni, büdcədə xüsusi çəkisi, dünya ortalaması 10%-dir, postsovet ölkələri 9%-dir, bizdə isə 12,5%-dir. Yəni, biz büdcə siyasətimizdə təhsil xərclərinə kifayət qədər böyük diqqət ayırırıq və düşünürük ki, təhsilə bu istiqamətdə verilən dəstək də davamlı olacaqdır. Növbəti bir istiqamət sosial müdafiə, sosial təminat. Nəzərə alaraq ki, icmal büdcənin tərkibində bu daha geniş müzakirə olunacaq, mən sadəcə 1-2 vacib rəqəmi qeyd edeyim. Növbəti ildə 4,9 milyard manat və ya büdcənin 11,7%-i bu istiqamətə xərclənəcəkdir. Son 5 ildə burada artım 1,4 milyard manat və ya 40,7% olmuşdur. Səhiyyə xərclərimiz. Bu məsələ də hörmətli deputatlar tərəfindən qaldırılan və rəy bildirilən məsələlərdən biri idi. Dövlət büdcəsində səhiyyə xərclərimiz 2 milyard, yəni 24-ün faktı ilə müqayisədə təqribən 200 milyon manat və ya 11% çox. İcmal büdcədə səhiyyə xərclərimiz isə 3,7 milyard manat, 24-cü ilin icrası ilə müqayisədə 1,1 milyard və ya 40% çox müəyyən olunubdur. Yəni, səhiyyə xərclərimizə baxdıqda, mən bunu komitə iclasımızda da hörmətli həmkarlarıma bildirmişdim, biz mütləq icmal xərclərə baxmalıyıq. Çünki Azərbaycan dövlət büdcəsində səhiyyə xərclərinin yalnız bir qismi nəzərdə tutulubdur. İcbari tibbi sığorta fondu, icmal büdcənin bir hissəsi olduğuna görə, icbari tibbi sığorta fondu vasitəsilə maliyyələşdirən səhiyyə xərcləri də icmal büdcədə oturur. Cəmi 2 il ərzində 24-cü illə müqayisədə 26-cı ilə biz səhiyyə xərclərimizi 40% artırırıq. Son 5 ilə baxdıqda isə bu rəqəm 160% artıb. Və icmal səhiyyə xərclərimiz 2,3 milyard manat və ya 160% artıbdır.
Yenə də beynəlxalq biz benchmarklara, beynəlxalq təcrübəyə nəzər salsaq, bizim icmal səhiyyə xərclərimiz ÜDM-in 2,7%-dir. MDB ölkələrində bu rəqəm 1,7 ilə 2,5 arasında da əksər ölkələrdə. Yəni burada da biz səhiyyə xərclərinə dövlət büdcəsi siyasəti çərçivəsində önəm veririk və bu önəmin də bariz göstəriciləri qeyd olunan rəqəmlərdir. Əlavə olaraq, mən icbari tibbi sığorta ilə bağlı son dəyişikliklərlə əlaqədar olaraq, nəzərə alaraq ki, həm mediada, həm müzakirələrdə bu məsələyə sıx toxunulubdur, buna dair də məlumat vermək istəyirəm. Nəyəsə görə bu tamamilə tərsinə təqdim olunmağa çalışıldı. Bugün mövcud qanunumuza açıq baxsaq, qanunumuzda qeyd olunub ki, icbari sığorta haqqını muzla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirərək gətirirdik. Dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxsləri biz yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Əksinə, bu dövlətin atdığı böyük bir addımdır. Biz necə göstəririk? Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, deməli, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaqdır. Nəyəsə görə bu tam əks olaraq qeyd olunur ki, işsizlər sığortalanmayacaqdır. Əksinə, ilk dəfə olaraq qanunvericidə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaqdır. Və növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulubdur. Bu, təqribən 7,3-7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzlu əmək müqavilələri ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işə götürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta tərəfindən tam şəkildə əhatə olunacaqdır. Kimlər əhatədən kənar qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal məşğul şəxslər, qeyri-formal fəaliyyət göstərmək, özü qanunverici ilə qadağan edilmiş bir fəaliyyətdir. Və biz deyirik ki, yalnız qanunverici ilə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir? Bununla bağlı da təqdim olunmuş layihədə qeyd olunub, xüsusi qaydalar olacaqdır və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaqdır. Fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcəkdir ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaqdır. Və onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir dəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, əksinə təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır. Bugün qeyri-qanuni şəkildə fəaliyyətlə məşğul olan insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir. Və biz özümüz əgər qanunverici ilə müəyyən etmişiksə ki, qeyri-formal çalışmaq qanunla qadağandır, o insanlar üçün də əlavə imkan yaradırıq ki, bir dəfəlik sığorta haqqını ödəyərək tibbi xidmətdən yenə yararlansınlar. Ona görə də bunun işsizlərdən aylıq vəsait ayrılacaq, işsizləri sığorta hüququndan məhrum edəcəklər kimi şərh edilməsini açığı biz anlamadıq və hər halda qanun layihəsinin ilə tanış olmayan insanlar tərəfindən ortaya atılmış bir dezinformasiya olaraq qiymətləndiririk. Bir də son olaraq mən bir məsələyə toxunmaq istəyirəm. Bunu komitə iclasında da biz müzakirə etmişdik. Hörmətli deputatlar tərəfindən çoxsaylı infrastruktur layihələri ilə bağlı məsələlər qaldırıldı. Əlbəttə ki, bunlar hamısı önəmlidir və bunlara çox diqqətlə də inanıram ki, bizim müvafiq qurumlarımız yanaşacaqdır. Sadəcə prosedur olaraq mən bir daha məlumat vermək istəyirəm ki, dövlət investisiya proqramı, kommunalla bağlı infrastruktur vəsaitləri və s. bunlar
bir maddə ilə dövlət büdcəsində göstərilir. Onun layihə bölgüsü dövlət büdcəsində aparılmır. Ardınca bizə müvafiq profil qurumlarımız, nazirliklərimiz, komitələrimiz, agentliklərimiz öz proqnozları əsasında, prioritetləri əsasında layihə smeta sənədlərinin texniki iqtisadi əsaslandırmaların hazır olma səviyyəsinə görə təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim edirlər və İqtisadiyyat Nazirliyi tərəfindən icmallaşdırılaraq bu yekunda layihələr üzrə bölünür. Ona görə də biz bugün dövlət büdcəsinin çərçivəsində, dövlət büdcəsi zərfi çərçivəsində hansısa infrastruktur layihəsinə dair nə qərar qəbul edə bilərik, nə də buna bu günlərin bunun prioritet olub-olmadığını bildirə bilərik. Yalnız büdcə sizlər tərəfindən qəbul edildikdən sonra, bu məbləğin ümumi rəqəmi bilindikdən sonra artıq bizim müvafiq qurumlarımız bunun üzərində işləyərək prioritetləri hazırlayacaqdır. O prioritetlər əsasında da növbəti ildə təsdiq olunan dövlət investisiya proqramı üzrə həmin infrastruktur layihələrinin icrası təmin olunacaqdır. Mən bir daha hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də müzakirələrimiz çox məhsuldar oldu. Bir çox istiqamətlərdə biz deputatlarımızı narahat edən məsələləri eşitdik. Onları öz gündəliyimizə saldıq. Növbəti dövrlərdə bu istiqamətdə aparılacaq, növbəti islahatlarda bu məsələlərin dəyərləndirməsini, qiymətləndirməsini edəcəyik. Eyni zamanda da cari büdcə dönəmində də mümkün olan həddə bu təklifləri nəzərə almağa çalışacağıq. Təşəkkür edirəm, sağ olun.